Həzrət İbrahim əleyhissalam Kəbə evini ucaldır və orada həcc ziyarətində olanlar görüblər, məqam-ı İbrahim var. Bir daşdır, Həzrət İbrahim əleyhissalamın ayağının izləri o daşın üzərində həkk olunmuşdur. Həmən məqam da Allah tərəfindən Qur'an-ı Kərimdə mübarək bir məqam kimi təsvir edilir. Fəttəxizu min məqam-ı İbrahimə musalla. Qur'an buyurur ki, İbrahimin məqamını özünüzə ziyarətgah götürün. Burada incə bir həm də mesaj var. Bəzi insanlar ki deyirlər, filan yerlərdə namaz qılmaq şirkdir, bütpərəstlik əlamətidir və s. və ilaxır. Elə bu ayə onlara ən güclü dəlildir ki, deyək, Qur'an Həzrət İbrahim əleyhissalamın ayaq izi olan daşın həndəvərində, o daşın arxasında namaz qılmağı bizə vacib etmişdir. Ona görə də bütün fəqihlərin nəzəri bundan ibarətdir ki, təfaf edən şəxs təfafdan sonraki 2 rükət təfaf namazı qılır, vacibdir ki, namazı həmən o daşın arxasında qılsın. Əlbəttə ki, istisna məqamlar var. Məsələn, izdiham səbəbindən bir insan orada namazını qıla bilməsə, digər bir yerdə qıla bilər. İstisnanla işimiz yoxdur. Ayə açıq-aşkar şəkildə buyurur ki, İbrahimin məqamını özünüzə musalla, yəni namazgah götürün.